Utanın, gördüğünüz işe. Bakın görün ne güne koyublar. Aa. Herkese salam. Bugün sabahlamaca vloguyla karşınızdayıq. O tərəfdə iş görürəm. Buranı tam toparlayıb getmişəm. Gəlib qarşılaşdığım mənzərəyə baxın. Aa, niye öyleysən? Bəli. Telefon var. De valla. Sürprizim var bana. Ne sürprizim var sana? Telefona bakın. Arkadaşlar var. Ne cüne koydular evimi? Mama. Bu neydi? Her şey dökümsüz. Bu neydi? Nerede bala? Aa! İnanırsınız ki bu günləri evdə olmamışıq uşaqlar. Tədbirdə olmuşuq, tədbirdən gəlib yatmışıq. Gecə saat 4-ə kimi ev yığışdırmışam ki, səhər evimiz təmiz olsun. Amma bugün gəlmişik, dün gəlmişik, biraz yatmışıq. Buraları təmizləmişdim. Bir də yataq otağım tərtəmiz idi. Ay başı dəyər. Döndüyümdə otağın haline baxın. Nəysə. İndi gedirəm, əzilər eləmə. Öz yervi dayı, orada oynamırsınız. Öz yervini o günə qoymuşsan. Aa. Nəysə. Buranı təmizləyək. Gəlirik. Və buranın haline baxın. Yəni ki, görüləsi deyil də. Yəni, çıx evləri təmizləməyə sabahlamaca vlogu çəkirik bugün. Niyə sabahlamaca vlogunu bugün çəkirik? Çünki saat 9-un yarısı durmuşuq. O qədər yatmışıq. Necə yorulmuşduqsa. Bugün də, buyur. Sözün kəsilən bağışla. Aha. Neyse. O şarkı ben vakitten aradım. Sen bir şey söyleyeyim. Eğer böyle de göz yumursa o da. Neyse bir dakika. Arkadaşlar bana yukarıda var ya. Bunu istiyorum. Şimşeklamın robotu var sana. Yeni il hadi markette görüb Şimşek McQueen, bir de robot maşın görüb. Bu arada size bir söz diyeyim. Neyse bugün biz evini temizlemeye başlayabileceğiz. Arkadaşlar yokamızdan bizim bu neydi o? Şaxta baba yolkamızdan Sevranın məktubunu götürüb, çünki Sevra özünü ağıllı aparıb. Amma Rauf özünü dəcəl apardığı üçün Şaxta baba o məktubunu aparmayıb. Neyse, başlayaq bir dənə evlərimizi yığışdıraq. Haycan. Bu arada bizim yaxşı. Bu arada bir dəfə təmizlik vlogu istəyirsinizsə, evimizin dağınıq olduğu bir anda sizinlə birlikdə təmizlik vlogu da çəkərik. İndi isə sabahlamaca vlogudur. Sabahlama vlogu Ragif həminiz evdə yoxdur. Hal-hazırda saat 12'ye qalır. Başlamışıq vlog 23:42'dir. Atası hələ ki işlədi. İndi başlayırıq. Öncə evlərimizi yığışdırmağa. Toydadır. Ata toydadır. Nə toydu? Ata işlədi. Neyse. Başlayaq öncə evlərimizi yığışdıraq. Bu arada bütün Azərbaycan kişiləri elə bilir ki, pərdəni arxaya verəndə ev istili gəlir. Ragif də onlardan biridir. Pərdəmiz ona görə bu haldadır. Neyse, başlayırıq. Gedək. Evlərimizi toparlayaq, sonra gələk. İndi evimizin bu halını görürsünüz. Baxay. Çık. Bu halına baxın, nə günə qoyublar. Prasindən falan hamısını yığıb döküblər. Bir də buranı çık gələyək. Oynamışıq. Siz oynamamışsınız, mənə iş artırıbsınız. En nifret ettiğim şeydi bunların arkada yataqda oynamağa. Neyse, bir dakika. Ne kışkırdısan cəmatın qulağı batdı. İndi buranda bir dənə çıqqıldadaq. Çık. Evet, buralar oldu tərtəmiz. Hər yeri yığışdırdıq. Ücret sabahlamaca vlogundan çıxdı, təmizlik vloguna döndü. Neyse, vlogumuz olar həm sabahlamaca, həm də təmizlik vlog. Baxın, tərtəmiz yığışdırdım, sonra sildim. Aldı tertemiz. Bu arada bu Ragif'in bir vlogumuzda səhv eləmirəmsə var idi. Qaynanamın verdiyi balış vardı. Rayondan gəlirdi. Maşında bu balışı dava edirdi. Ragif onsuz yatmır, ona görə bu ortadadır. Belə. Uşaqların çəkməcələrinə qədər hamısını təmizlədim. Səliqəyə saldım. Herberlədik.
Bakın bu Rafun'dur. Onun geyimləridir. Bu Sevoş'un şalvar ve yufkaları. Bu da Sevoş'un koftaları, jaketleri falan tam açılır Panda'ya göre. Şu. Bir dakika. Bunu da silək. Olsun. Tertemiz. Böyle temizliğe silək. Bu arada bu sırf güzgü ve şişeler için olan salfetlerden de. Elə bilmeyin. Nem salfetle güzgü silirəm. İndi quruyacaq. Gəldi. Pijamasını giyinib, gəlib. O da Sevar da mənə kim edir. Sevar qaranlıq güzgünü balam. Belə. Aa, mən silirdim də. Neynədir? Git qapıları sil. Git qapıların qıraq. Mən onu silirəm də balam. Git qapıların qıraqlarını sil. İkimiz de bir yerde. Aşkım git qapıların qıraqlarını sil. Hə, get sil. Sil qapıların Ver qıraqlarını. ben çekime. Mən çəkirəm də. Ver bana. Yox, mən çəkirəm. Get qaç qapıların qıraqlarını sil. Sana sana çekler. Hə, sil. Aferin. Sil. Tutabilirim. Silə bir yaxdır. Belə, mən də buraları silim qəşəng. Bura pastiyanla varmaq izi olur. Çünki Rauf sağ olsun. Hələ Sevra da sağ olsun. Tək Raufun boyundan niyə atıram? Belə ikisi də. Nə tələkədirsə getmir. Aha, silim də. Aşağılara doğru da belə qəşəng. Bakın dışarıdan ben böyüdüm. Kız da öyle kızıldı görsünüz. Neyse. Buranın da eləyək. Ay baba. Sen kim der ki o derece. Neyse başla. Böyle. Aferin bize. Qəşəng silək. Mənim o qədər xoşuma gəlir ki, Instagramda, YouTube'da falan belə təmizlik vloglarına baxmaq. Hətta bir ara xalam qızı mənə deyir ki, Instagramda sən də səhifə aç, təmizlik kimi. Posta Güzel sildim. mənlik deyil. Mən YouTube'a güclə çatıram. Mama. Haycan. Buranı da silip. Görürsünüz ki bu axır zamanlar haycan. Hə, sil qapını təmiz sil. Axır zamanlar vəbşə dərslə, hə, məndən qəşəng sildim. Dərslə çatdıra bilmirəm. Buralar da silə. Açıq rəng mebeldir. Hər yeri şey olur. Qolum ağrıdı uşaqlar. Burada əl ləkəsi olur. Qəşəng silək. Anda özüm sildim özüm əl şey. Bir dənə salfetka götürmüşük. Salfetka qupquru olana qədər hər yeri silmək lazımdır. Qəşəng silək. Ben çayla kurumayayım. Son olaraq buraları da çəkeyim, təzə olur çünki. İstər-istər. Telefonumun yaddaşı doldu hər zaman kimi video yarımçıq qaldı. Sevr orada silib. Bu arada tostoran oradadır çünki hələ ki devam edirik. Bu niyə ayrı qalıb bu? Neyse, buraları silək. Təmiz, qəşəng. Bitti. Her gün silirəm zaten. Elə üstündən kestim ki toz olmasın. Sunmuşdu. Dırnaqlarımı yeniləmişəm. O qırmızı dırnaqlardan, illərdə olan dırnaqlardan kurtuldum. Baxın dırnaqlarıma. Çox qəşəngdir. Böyle. Bunu da tozunu alaq. Demişəm də salfetka qupquru olana qədər hər yer silinəcək. Buranın tozunu qəşəng alaq. Bura uşaqlar üçün bir-iki dəfə dərman falan qoyduq. Bundan mahnı qoyuruq səhərlər Sevoşla iş görəndə. Qəşəng işimizi görürük. Tez zorlamış. Hə. Silək, qəşəng. Böyle. Sonra oturup bu vloga baxanda o kadar həvəslə baxacağım ki, çünki çox sevirəm təmizlik vloglarını. Nə deyir burada? Ha, getdi. Niyə sevmirsən? Bu bizlik deyil, öz yapışqandır. Savaş sildi qapını zaten, hər yer təmizlədi. İndi hara gedirik? Ne? Haran təmizləyirik? Yox, otağa. Otak. Gidiyor otağı təmizləyək. Tosterlarımızı atmışıq bura qalıb. Ayaqqabıları yığ yerinə. Nədir? Ayaqqabıları yığ yerinə. Rafik nə inirsən? Maşının üstünden silmeye kaldı. Odamızın son hali şöyle. Beğendiniz mi yaptığımız temizliği? Güzel. Çok geçey oldu. Rafın da pijamalarını giyindirdim. Süper. Aferin sana. Ayadı. Eyladı. Tamam. Ne Allah fotoğrafı can güzelim diyor. Kız kimin dedi mi? Tamam. Neyse. Böyle bitirək. Gedək diğer bura bitti daha doğrusu. Gedək diğer odamızı temizleyək. Görək orada nasıl bir temizlik bizi bekliyor. Burada o balkonda uşaqlarındır. Sırf oyuncaqlarıdır. Ayamıştım. Ayamıştım.
Hə, sırf yəni uşaqların oyuncaqları da orada. Da göstərə bilsəm sizə göstəreyim. Hə, olsun da oyuncaq otağıdır və mən oranı heç bir zaman toparlamıram. Belə göstərim sizə. Bütün ancaq uşaqların velosipedləri, skuterləri, oyuncaq. Əslində çox da dağınıq deyil. Bir dəqiqə, bir dəqiqə. Kamasın buraya bax. Bir dəqiqə. O soyuqdur baxın. Sırf onlarındır yəni. Buranı toparlamıram çox vaxtı. Çünki elə özləri oynayırlar. Rafım. Bir şey diyebilirim. Soyuqdur bağlayın. Burada toplayanı falan istilik yoxdur. Ona görə çox soyuqdur. İşte qoymuram. Sadəcə oynamaq istəyəndə içəri gətirirlər. Raf töküb. Raf sərf edib töküb. Bağlayaq soyuqdur. Bir də mənim saçımın halinə baxın. Əsl yəni təmizlik saçıdır da. Ora baxın. Dağınıq topuz. Neyse devam. Deyim ki, insan bu yolkanı gündə neçə dəfə yəni qurar ki təzədən. Raf elə tutum mənə nə var? Raf bu yolkanı ayalı başına nə oyun gətirir. Yazıq yolka. Və bura qoymuşdum. Baxın burada heç nə yoxdur. Bu haranındır? Nara qoyaq? Bunu bura qoyaq. Baxın burada heç nə yoxdur. Ha söküb Allah bilir hara atıb bu iqruşkalar. Neyse. Bunları da düzəyib belə səliqəylə. Mən dekor düzəldəcəkdim, değil mi? Çəkil aşkım. Mən dekor düzəldəcəkdim, değil mi arkadaşlar? Sabahları 100% onda. Sabahları 100% düzəldəcəm. Olsa çıxacağım çölə. Ha, aferin mənə. Olsa çölə çıxacağım. Hara düşdün ay uşaq? Uşaq bana və Nasıl? Alaram. Bu işıq düzəldərəm sabah. işıq vardı. Ay Şaxta baba. Necəsən? Orada qalmışsan. Qal burada. Bu dovşan illidir. Dovşan gətirib qoymusunuz bura. Şalam şahta baba. Qadın. Şahta. Yolkanın iqruşkasına bax. Ver. Raf get. Raf get. Raf'ı bugün görməyə gözüm yoxdur. Bugün məni o qədər incidib Raf. Bugün məni o qədər incidib. Bugün Sevranın sinifdə tədbiri var idi. Çox eğlendim. Çok üşüdüm. Apar qoy yenə. Arkadaşlar göstərmirəm səni. Mama. Bugün o tədbirdə Raf mənim başıma oyun gətirdi arkadaşlar. Bir şey diyebilirim uşaqlara. Ha, deyə bilərsən. Baxın, əlimə köpüğü qoydular, sonra yandırdılar. Mənə heç nə olmadı, mamam acı. Mənim əlim yandı, baxın. Bir dəqiqə netləyəcək görək. Baxın, görürsüz sulu olub. Göstər əlimdən Sevoş. Haradır? Da, bax da. Hə, dedi əlini qoyun. Bura aşkım, bu barmağım. Bu? Hə, de baxın, görürsüz? Yandırdı əlimi. Nəysə. Mənim heç nə olmadı mənə. Hə, çox şükür ki, olmadı heç nə sənə. Davam edirik. Və bu qədər. Süpürüldü, toz oranandı, tozlar alındı, səliqəyə salındı, silindi, Kız səsə. normal hala gətirildi və Son hali. bu da son hali. Çirkin idi, amma çox gözəl oldu. Təmizlədim, amma baba verdi, əl-ələ təmizlədi. Yolkamıza qədər səliqəyə saldıq. Hər yeri mis gibi yaptık. Arkadaşlar, Burada qalanlar bu Kuknaya gedəcək. ayım yalov. Hə, görüblər də əlimin yandığını babam. Bu mənim dərmanlarımdır. Orada unutmayayım deyə ora qoyuram, amma yenə unuduram. Nəysə, içməyə koladır. Güldan da stolda artıq bir şey yoxdur. Orada da şirniyyatımızla gülümüzdür. Bu kadar. Hər təmizliklər oldu. Yiyəm. Nə yeyirsən? Bu zibil değil. Zibildə yəni balaca oyuncaq, miniatür oyuncaqlar. Lattede. Hoş olsun. Ha. Ki devam edirik. Burada giriş. Girişi də təmizlədik. Qəşəng mamalı balalı. Böyle. Rafun kalın vagini. Bak, şimdi buraya bak. Ha. Ne diyor? Sayın uşaklar. Çatı yapıyor bak uşaklar. Ha, tekerine bakın uşaqlar. Neyse. Devam edirik. Bir dənə kuklamız qaldı. Mən Tabi ayak yolu. oranı heç göstərməyəcəm. Sadəcə kuklanı bilmirəm, göstərərəm bəlkə də göstərmərəm. Oranı da bitirim. Hələ Ragif yoxdur. Saat hal-hazırda neçədir? Ayak üstəde. 00:33. Birə qalır, birin yarısı. Belə deyək. Heç anlığa da. Uşaklar çavayı hok, Batman, Superman, Hulk. Hulk. Ha, süper qəhrəmanları saydı. Aferin sənə. Hamısını saydın ki. Hə? Bir daha Deyirəm ki, uşaqlar. yok. Hə, gəlin içəri. Bir şey Gəlin içəri. Deyirəm ki, vlogumuz nə oldu vlogumuz? Bir dəqiqə. Təmizlik vlog. Kıçsız, sütütüsüz, Nəysə, vlogumuz oldu. Deməli, temiz. təmizlik vlog, sabahlamaca vlog, ev turu, hamısı vardı. Nə ararsanız var. Elə deyilmi?
Vaqif hələ yoxdur. Birə qalır, hala yoxdur bu çocuk. Ben sayında. Hə, iş görürəm, stres atıram ki, bu çocuğun bu vaxt evə gəldiyini takmayayım. Taksam fena olacaq. Nəysə, hala yoxdur. Ben sayında. Hay can. Hə, say aşkım, say. 1, 2, 3, 4, 5, 6, Hı, say. 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16'ya qədər, aferin sənə. Daha gerisi yoxdur. Arkadaşlar bana dayımdan çıktı. Hı. Wow. Aferin. Ev deyil də, yəni dəlilər meydanıdır. Hər şeydən var. Aferin, ay Allah, ay Allah, hər şeydən var. Işık geldi yapabilirim. Malades, malades. Işık oldu için. Day düş aşağı. Aferin. Heç nə, mən gedim kuklamı təmizləyim. Belki pərdə yox. Cebiler deliyorum. Hə, bura. 1, 2, 3. Bitti. Kuklamızı da səliqəyə saldıq, qazı sildik. Nədir? 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 Nəysə. Belə, kuklamızı da səliqəyə saldıq, təmiz, yığışdırdıq hər tərəfi. İndi gedirik, hara gedirik? Film izləməyə getdik. Evet, işlərimiz bitdi. Evlərimizi yığışdırdıq. Deyəm balam bir dənə. Evlərimizi yığışdırdıq. Deməli, bu axşamki menümüzdə, yəni evdə kiftə bozbaş hazırlamışdım. Bilin bakalım nə oldu? Kiftə bozbaş hazırlamışdım düzdür, amma axşam özüm yağlı yemək yemək istəmədiyim üçün cümləmi bitirə bilərəm. Hə. Mən kiftə bozbaş yemək istəmədiyim üçün özümə marketdən balıq qulağı makaron bilirəm adını, şey adını bilmirəm. Balıq qulağı makaron aldım. Oturdum qəşəng onu pendirlə, Raqif də yox idi, yəni şama. Hə. Hə, Raqif də yox idi, istəmədim yeməyim. Xodnar balam tez ol. İstəmədim yeyim. Oturdum makaronla pendiri yedim. Şimdi Raqifə qalıb kiftə bozbaş gəlib kiftə bozbaşını yeyəcək. Bu cücələr də mənə dedilər ki, biz də makaron istəyirik, biz acmışıq, amma biz sosiska ilə istəyirik. Oturublar makaron yeyirlər. Sosiska makaron. Özümüzə süfrə açmışıq bu arada. Suxarikimiz, simiçkamız, kolamız, şirniyyatımız, hər şeyini Allah verənə deyirsən var. İndi də televizorda qoyuruq. Bir dakika. Ver pultu. Bırak bir tane saxla. Hə. Orada qoyuruq. Mama, hayır, çöyə koy. Yox, kinoya baxırıq. İşığı söndür, Səvoş. Mama, hayır, Biz çıxdıq. Baxın, bu arada bizim YouTube'da ən çox baxdığımız şey. Mən Aşkım bir dəqiqə. Bir YouTuberlər olaraq Ofelia'ya baxırıq. Ofelia ailəsinə baxırıq. Bir də bu Atik ailəsinə baxırıq. Yəni 2 dənə YouTube. Tabii Kerimcanı unutmaq olurmu? 2 dənə olmadı. Aha. Deməli nəyə baxırıq? Ofelia'ya baxırıq. Sonra Atik ailəsinə baxırıq. Kerimcan Durmaz'a baxırıq. Bir də kim idi? Mənə baxdığım kim idi YouTuber? Rukiyə Gilə Sevra baxır. Bu diziləri heç demirəm. Koçari. Hə, Koçari. Nəysə, indi baxırıq nəyə? Koçari. Nəyə baxırıq? Koçari. Nəyə baxırıq? Koçari. Nəyə baxırıq? Korku filmi. Yazıyorum. Nə qorxulas? Özüm Elif Sinem. No. Bir dakika. Siz artık geldiniz. Yeni ilin heç vaxt dəyişilməyən ənənəsi evdə tək. Evet, evdə təkin birini görə tapa biləcəm mən. Evdə tək başına Türkçə dublaj. Görə tapa biləcək. Aha, tapdıq. Hadi bakalım, başlayırıq. Yeni ilin 2 şey var. Yazın yorumlara. Diyandıran videonu yazın yorumlara, gəlin. Nədir? Bəli, birincisi Stoliçni, ikincisi evdə tək. Sabahda Stoliçni hazırlayacaq bir yerdə. Ən sevdiyim dizi. Dizi nə daha? Kino. Başlayaq, baxma. Bu arada bizim bilirsiniz ki
Hə, gül. Vlogumuzda da sabahlamacıdır axı. Hal-hazırda saat 2-yə qalır. Mənim bəbələrim indi yemək yeyirlər. Ata bu nə dilindədir? Ata bu niyə ingilis dilindədir? Aa, bir dakika. Evde tek başına bir. Ben bunun şeyini necə tapım? İnanabilmirəm. Evde tek bir daha da. Tek parça. Gözü göre tap. Bu neydi? Bir dakika ben bunu tapım geldim. Taptım. Bir dakika ekranımı sileyim. Süreyya Hanım'ın muhteşem değişimi oldu yıllar. Neyse taptım. Google'dan taptım bu arada uşaqlar. Baxmaq istəyənlər üçün Google'dan evdə tek başına yazırsınız gəlir. YouTube'da tam versiyanı tapa bilmədim. Bəbələrim oturublar, yeyirlər. Oy, nə oldu? Kalamız tekerlerden. Ha, tük. Raf yedi namlamı. Ne oldu? Yorulmuşum. Niye yok? Ne dedin ha? Yorulmuşum. Yorularsan da bütün günü benim anamı ağlatmışsan. Buraya koy dedim. Burada yiysən. Yaş. Bunu aç da. Açım Biraz yaş. yanıza çekelim. Tamam. Hadi gidiyoruz. Niye gidiyorum? İşimiz var. Kışkırtma. Yo. Niye kışkırtma? Arkadaşlar buraya bakın. Mama hastayım şu zaman kışkırtma lazımdır. Niye xəstəsən? Hastayım. Ne Şeye getiririk, markete getiririk, aldıqlarımızı qaytaracağıq. Ne yazıyor? Bu arada uşaqlar, taxt örtüyü almışdım. Ölçüsü uyğun gəlmədi, belə deyim də. Aparım onları qaytarım. Sen özün gel. Gəlsən. Hələ pijama ilə gedək, okey? He. Hə, hələ pijama ilə gedək. Arkadaşlar, işıqlarımız söndü. İşıqlarımız söndü, qaldıq qaranlığa. Sen de. Təsəvvür edin, saat 2 tamamdır, gecə saat 01:57-dir. İşıqlarımız söndü, qaldıq qaranlığa. Şokdayım. Şoktayım ben. Bir söz diyeyim. Hər yer qaranlıqdır. Mamam içerinin bakmak istemem. Qorxursan. Hər yer qaranlıqdır, baxın. Gel. İşıqlar söndü. Televizyon bakın. Televizor çıxardaq öncə. Bu arada gecə saat 2-dir, gedirik marketə. Elə uşaqları pijama ilə götür. Bu qapımız niyə belədir, Raf? İçeride kalmıştı kapının ciddi. Aha, Raf kilitləyir. Korkmuştum ben bu. Ağlıyordu o tasabıyla. Kakaş ağlıyordu. Evdeki hamı ağlıyordu. Raf qalmış içəridə, qapını aça bilmirdi. Ona görə də Ragif buranı söküb ki, Ragif onu sındırdıq, söktük ki, yəni kilitləməsin içəridən. Evet. İşığımız sönülü halda bu arada bunları qaytaracaq. Bunları götürək. Tut bir dənə qaqaşı çək. Qaqaşı o. Qaqaş onu. Qaqaş. Ne bir vlogda başımıza gəlməyin. Kakaş neyse. Başımıza gəlməyə qalır arkadaşlar. Bakın bunları aparırıq qaytarmağa. Ben Arkadaşlar açıqdır. Azarşdır. Ona görə indidən aparırıq. Aa, işıqlar yandı. Yaşasın. Ana qışqırırsınız. Yeməklərinizi koyun yukarı. Evet. Önce çeklerini de götürerek gidiyoruz. Evet. 7 saat çektir. Pijamalarımızla gidiyoruz. Pijamalarımızla markete gidiyoruz. Önce bir sabahlamadan çekerek. Gelin böyle bir şey oynayaq da başlamışıq çəkməyə. Ödül cəza olsun da. Görək kim birinci yatacaq. Yatana cəza verəcək. Sabah evi o yığışdıracaq. Qazanan da bir gün boyunca qazanan nə desə heç kim atkaz eləməyəcək. Okey? Hə, qazanan bir gün boyunca qazanan hər şeyə hədiyyə edəcək. Açın da. Açın çıxın da. O, ata göstər ata. Gəldik. Bir hər bizə gəzdir. Mama maşın değil çimen yiyor. Maşın deyir məni cidden. Oturun hadi. Hoppa. Heh. Oturun. Heh, getirdim. Oturun. Soyunma. Kaçtık. Pati izlerine bakın maşınımızda. Arkadaşlar maşınımızda ne kadar oturmuşam bura bakın. İğneler zakta.
zibil kimi görün ama zibil değil. Ragıp sen doktorsan, sen həkimsən. Sən nəsən? Medsestrə, tibb bacısı. Bu nədir? Medibraz olarsan. Mən tibb bacısıyam, yazı buzullara gedirəm. Hə. Neydisən? Buzullara gedirəm. Hə. Görsən. Nədir? Açar, uçar. Hələ bagajda oldu. Sadəcə işləyirsən, indi gəlirsən ha. Ne çək? Heç arkadaşlarla salamlaşmadın. Salam arkadaşlar. Sən böyümüsən, izləyicilərimizi saymırsan. Hocam. Ata yatmaymalı sana. Yo, ataya aiddir, ata sabah işə gedəcək. Ataya aiddir. Yenə salamlamadın izləyicilərimizi. Salamlar, izləyicilərim necəsiz? Yorğunçuluq deyil. Simaş qanayətini, dəli xanım. Niyəsə oradaydı. Qan su yerinə axan kimi. Niyə? Vay dədə. Ay, bir Neyse. düşkürdü, arvadım öldü, qoymayayım. Ney? Allah'ın olsun. Biri deyir balam öldü, biri deyir anam öldü. Vay dədə. Qırığın idi. Vay nəsə ağlınıza gəlsin, nə yaxşı. Nə yaxşı nə idi? Yaxşı da yığışdır. Sağlayıb yatmışlar, qan axırdı fışqa fışqına. Skorun, düz elə yerdəydik, skorun yanında maşın. Vay dədə. Fışqırır zat. Neyse. Patrol zat. Söhbətin üstüne ambulans çıxdı. Nəysə, gidiyoruz. Gidiyorum markete bunları qaytaraq. Xoşuma gəlmədi, ölçüsü uyğun gəlmədi. Niyə? Gəlmədi də yəni. Sevra bəyəndi, mən bəyənmədim. 100 defa dedim ki niye ana? Bir qaytarma ama mən bəyənmədim. Neysə. Şunu söndürüm. Hə. Gidiyoruz. Deyir ki, Raf, ata mən ağlamayacağım, sənin telefonda deyirdi. Qapını kilitlədim Sevra. Kilitlədim, hə. Gittik. Geldik. Bu arada evimizin yanında tez açıldı. Buna göre hafta 8-9 burada. Sarafat edelim. İkinci sefer gelmişim. Aa, demədi uşaqlar baba gətirəcək sabah. Şəhətdə baba sabah gətirəcək, yaxşı. Ay siz. Yo, sən mənə nə dedim telefonda demədin abi. Siz. Yo, Hayasız. Ya bu sırsaklamayın. onda oturun maşında, sabah şaxta baba gətirəcək Yok də. gelsinler. Ya bu sırsaklamayı ver. Mənə bax. Sen demədin ata telefonda ağlamayacağım orada. Hə? Söndürdün maşını. Demədin ağlamayacağım. Ata bastı. Ayağımızın bası. Hə. Barışmıram. İndi orada ağlayacaqsan. Nə var səni? Aa! Barışa. Ağlayacaqsan indi orada. Maşın istəyəcəksən. Onda yox, düşmürsən. Hə, onda qalırıq maşında düşmürük. Hə. Gedək. Bunları qaytaraq. Gələk, hə. Ama basın amaya ay. Yaxşı, Basın ay. yaxşı. Sabahlarım, hə. Getdik, nəysə. Sən ağlasın, mən sənə da gətirməyəcəm. Yaxşı. Basın ay. Getdik. Erməni deyil bu. Nə dediyim. Nəysə, getdik. Mama basın Götür aşkım torbanı. Mama basın ay. Düşəm bilmirəm. Önü bağla. Pijama ilə gəlmişik arkadaşlar. Normal çünkü gecə saat 3 işləyir. Gəlin, önü bağla gəl. Gəl. Xəbərləri yoxdur, onlara yeni hədiyəsi. Onu çağır. Bunu da çağır. Get, işim var. Nə sürpriz? Yox, get. Evet, gəldik yeni il hədiyəsi almağa. Görək bunlara nə alırıq. Rafın istədiyi budur. Əslində Transformers maşınlardır. Amma mən onu istəyirəm, pultlu maşın alım. Bakın, hani bundan. Bu da qəşəngdir əslində. Nəysə mən bunlardan almaq istəyirəm. Belə, indi baxaq görək nə alırıq. Seçə bilmirəm arkadaşlar. Baxaq belə. Həqiqin ki elə bunu götürəcəm. Bu da pultludur. Bunlar da pultludur. Amma 2 günə sınacağı üçün elə ən yaxşısı bundan almaqdır. Baxın. Prosta qalmışam Transformers alım. Ya ondan alım. Baxın bir görüm. Baxın görüm necədir bu. Bir dəqiqə. Görək bu necədir. Bu sürür ki. Baxaq buna açıblar zaten. Değmez dostlar, 2 qəpiklik bir şey deyil heç. Elə bunu alıq. Pultlu maşın.
Burası polis maşını olub diye. Ancaq polis maşını... Ay, mən qararsız qaldım. Hansını alım? Yox, bunu alaq. Buraxım. Sonra gerek. Bir de burada şeyler var. Süper kahramanlar var. Buna da bakın görün bu nece bir şey. Aa, bakın burada ne var? Wow. Bir dakika. Allah. Ha işte söktük. Wow, bakın. Şu Raf'ın yeni hediyeleri hazır. Spiderman ve polis maşını kaldı kızım. Şevoş için bakın. Şevoş makyaj seti istiyor. Şaxta babadan makyaj seti istiyor. Burada da makyaj seti yoktu. Bakın görmələr ne alabilirim. Bir hediyesini buradan alın. Birini de başka yerden alırım artık. Sevra için tapa bilmədim. Ona görə də Raf üçün götürməməyə qərar verdim. Sabah Sevra üçün makyaj seti almağa gideceğim. Orada qəşəng maşın görsəm alacağım. Olmasa gelip bunları götüreceğim. Belə, indi gedim bizimkilərin yanına. Mən göstərir orada. Ha, pazarlık edir atasıyla. Sabahlamaca vloguna saat 02:18'de devam. Evet, sabahlamaca vlogumuza sabahlama vlogumuza Raqif də qatmış olduq. Yuxuları gəlmir uşaqların. Raqif sən gedibdir, uşaqlar oyaqdılar deyirəm hə. Şoka düşdü. Nəysə. Çünki bugün çox 9-un yarısına qədər yatmışıq. Necə yorulmuşduqsa məktəbdə. Daha yatmışsınız da gecəni də kim yatacaqsın yerdə? Sən. Sən yatacaqsan. Elə yeni almadılar Eşitdim. İndi bu şey niye söndürüblər ki, gecə Nəsimi sözünü? Işıq bulu yazır. Ne? Doğrudan. Ne? Birazdan hiç bu ışıqlar mı sönəcək? Söndürürlər ki. Hə. Niye ışıq bulu yazır? Yox, sıfırlar. Ha, yaxşı. Su ilə içdik. Ha, tamam. Ay, qoy bala. Qapılar açıqdır. Düşdüm şuraya. Raf, bu tərəfə qoy, qorxdum. Elə dönəndə qorxuram uşaqlardan. Nəysə. Evə çörək almağı unudub, gəldik çörək almaya. Saat 3-ün yarısıdır. Mən düşüm. Yox, nə düşürsən? Sən hara düşürsən? Mən düşüm. Uşaqlar. Mənim çocuklarım cin kimidir, amma mənim şu yuxum gəlir. Arkadaşlar. Oh. Mamam bacı şişik benim. Balaca şimşək makveni istəyirsən. Alacaq. Ay, Şaxta babaya deyəcək, alacaq. Nəşi? Mama, andane. Ay, Andane. gəldim. Saxlamışlar, değil mi? Hə, 2 dənə çörək, 2 dənə təndir, bir dənə zavut. Ata, Çöldəki küləyə baxın. Vaxtın içində yox idi, amma uçur da, yəni bura bildiyiniz. Gəlmişik, Raqifin dostu ilə işi var. Yəni gerçəkdən həbsinin işlərini bugünə qalmış, saat 3-ə qalır. Şam yeməmişəm, amma mən yedim. Çay getim, indi gəlmisən də nə evə? Hə, mən üçün deyilsin. Danışın ya, Ha, nədir? O, bu iç cumdu sizə. bir tane hafızası çıkardım. Açdım mən. Hə, çıxart. Çörəkliyi gəldi. Rafos da içsən, boş yerə. Nə yazıb? Maşınların girişi ancaq sakitlər üçündür. Siqnal verib narahat etmə. Ne? De, ey tövbə. Ay tövbe. Yaraşıq. Nədir? Əyir. Az nə? Öküz. Nədir? Mən deyirəm yaraşıq, deyir az. Az, neyse. Başım ağrı diye. Buna bakın. Ben sepime. Atası sepin. Ne çökündü onu? Ha, onun içindən axtarsın. Ben kız binmişti, soruştu kimin dedim kızımın. Qız şimdi. Maşın gelsin. Hansı maşın yəsi? Lexus. Niyə minmişdi maşına? Getdi də məndən getdi dükanazda. Niyə? Gəzməyə. Qaşınırsan ha? Sen var ha, ilansan ilan. İlan sənsən. Ana sıfatı ilan. Anakonda. Mənə bax.
Hara gəlirsən? Öldür Rakun, öldür, vur Rak, vur. Mənim acıqlarımı çıx ondan Ben sonra. de vururum. Səni mən yandıracağam indi. Ağırdı. Hani Onun əldə ağırdı, söz yox amma yemeyin. səni yandırım indi burada. Depok yemişəm. Hey! Elə Keç şey lan. öyrətmə. Ver bunu. Mənə bax. Nerede söydün? Ay mənim yuxum gəlir, mənim uşaqlarım əlcindilər hala. Evə gedirik, Rəqib dostu ilə işini həll elədi. Gedirik evimizə. Yuxum gəlir. Yatmaya yedim. Hara gedirik, nə markete gedirik? Bu uşağın ay Allah. Ana bir şey diyeyim. Qapılar kilitdə. Bir şey diyeyim. Hə, etdi balam. Markette 20 saat vlog. Aşkım, onu çəkənlərin hamısının marketin böyüklərinin xəbəri var, onlara təklif gəlir. Elə gedirlər orada marketdə qalıb video çəkirlər. Biz de eləyək. Biz də Allah qoşu böyük youtuber olarıq, böyük izləyicimiz çox olar. Bizə də elə bir təklif gələr, gedib qalar. Ama çok geç olacak. Niyə çox gec olur? Ata nə? O. Yuxusu gəlir. Niyə qocalır ata? Bir il sonra bilmək olmaz. 1906 yaşı var. Yuxum gəldi mənim də istəmə. Ben de. 1996 yaşım var. Hayata Bayaq geçme. Şaxta babadan soruşurlar, Şaxta babanın neçə yaşı var? Dedilər 2020. Ah, ona bax. Ah, zombi gəlir elə bil, zombi. Piyan diyor. Ah, zombi kimi yeriyir totunu. Oy, Piyan. təzəvvür edir, zombi istilası falan olub, ay Allah. Nəysə, dedilox evimizə gedək. Bu cəvər oğlana yemək verim. Sonra biz uşaqlarla sinema keyfi ediyoruz. Biz evdə təkə baxırdıq. Nəysə, getdik. Evdə Az qalmış evimizə. Hayatım. Evet, evimizdeyiz. Geldik. Kaldığımız yerden devam. Hadi uyu, hadi uyu. Gözün yumulur, hadi uyu. Saat hal-hazırda neçədir? 13. Ne? 03 15. 4 işləyir, 15 dəqiqə. Bak böyle şeyler çevir. YouTube'a bakıyor. Neyse. Raqibin yemeğini koymuşam. Hazırlanır. Sonra Raqibin yemeğini verir. Biz keyfimize devam edeyik. Görevden 2 uduzacaq. Uduzan bir gün boyunca udanın. Mesela birinci sen yattın. Eğer mən qazandımsa, sabah bütün gün boyunca mən nə istəyirəmsə, məsələn də nə istəyirəmsə eləməlisən. Eğer udanda belə deyim də, hə də dediyim də, yəni uduzanlar udanın bütün gün hər dediyin eləməlidir. Böyle. Sıra bəsləyir Sen yatacaksın. Hadi bakalım görəcək. Daha 4'e işləyir saat. Görək. Durmuşuq. Raqib yemək yeyir. Cücələrim də baxın. Tipə. Hadi yatın da ben kazanayım hadi. Zaten siz yatmak istiyorsunuz yatın. Yuxunuz gəlir yatın. Bilirim sen bilemezsin. Benim uykum yoktu. Sənin yükün yoxdur. Bak Planşeti alıb əlinə oturub. uykum yoktu. Bak ben bununla uyuyamam. Hə, iqra oynayırsan. Hayır. Mən də evdə təkə baxıram. Təyyarə. Bu da yeyə baxıyor. Mən də suxarı yeyim. Ne? Bu ne? Yok, çıxarı yeyirəm. Düşdü qapaq yerdə. Nəysə. Devam ediyoruz. Görək kim yatacaq birinci. Ne oldu? He? Ne oldu? Yuxun gəlir. Bu arada çıxarı yedim, bitirdim. Baxa. Bu cücə də hala eyni şey. Saata baxaq. Baxaq. 4'ün yarısı. Yatmırsan. Yatay. Yatmırsan. Baxaq görək hərəkət devam edəcək. Məncə birinci sən uduzacaqsan. Allah uduzacaqsan. İndidən get yat. Get yat, özü yuxusuz qoyma. Sen kaç yat? Yatmayacaqsan. Yaxşı, baxaq görək kino nə yerdə qalır. Bu mənzərəyə ürəyim gedir. O qədər xoşuma gəlir ki. Bu arada bu uşağı mən, bu Kevin.
da ən az Rauf on qədər, yəni Rauf ən az Kevin qədər dəcəldir. Yəni ki, Raufu da bir gün evdə unutsam elə, əminəm ki, eyni şeyləri eləyər. Bir şey deyə bilərəm. Hı. Həm də uşaq oğulcu oldu. Bugün yəni deyirəm, Sevranın tədbiri var idi axı məktəbdə. Raufu geyindirib, keçindirib aparmışam. Nəysə gəlmiş evə. Nənəsi ilə danışır. Nənəsi deyir Sevda, sən Allah uşağın başına düzəldi çevir, uşağıma gözləyər. Deyirəm ki, bəs cəmaət bu uşağa deyir ki, evlərdən uzaqda, yəni o dərəcədə dəcəldir. Yəni bunu kimi gözləyəcək buna ki, cəmaət buna deyir ki, evlərdən uzaq. Evlərdən iraq. Ha, eş burada, eş. Başımın bəlası. Atsam atılmazsan, satsam satılmazsan. Ne yapacağım ben seninle? Buyur, ne diyorsun? Değil mi? Kurtardım. Ha, kulağıma deyirsən. Yaş. Uşaqların başı gedibəcək. Ay. Belki o zamana kadar giderler. Nədir? Bana başıma tabede. Ayaqqabıları yığmadınız yerinə, hə? Bir şey deyim, mənim yuxum gəlir. Mən önce sönmüşəm, xəbərim var. Cidden mənim dəhşət yuxum gəlir. Ney? Nədir? Ben götürdüm. Yuxun deyirsən qazanacaqsan. Qazanmayacaqsan. Sen kazanmayacaksan. Sen kazanmayacaksan. Ben görüyorum. Get herkes makas oynayaq. Neden oynayaq? Mən qazansam ayaqqabıları sən yığışdırsan. Yaxşı. Ben kazansam Biraz sen. xodnalaq. Hoppa. Ben kazansam sen yürürsün. Taş, kes, makas. Beraber. Beraber. Taş, kağıt, makas. Ben kazandım. Gidiyorsun indi. Hə, sən indi gəl. Mama. Hə. Sen. Xəstəsən, elə niyə vursan? Hə. Vay, at. Dördün yarısıdır, al, cəmaat yatıb. Kaçma. Hə. Mamas. Taş, kes, makas. Kaçma. Mamas. Man. Sən qazandın. Ben de diyeceğim. Ama eğer bu tarafa ben kazansam sen eləyəcəksən. Yaxşı. Hə. Gel. Taş, Taş, kağıt, kağıt, makas. makas. Beraber. Rauf, sən qazandın, get yığdı ayaqqabıları. Mama. Beraber. Taş, kes, makas. Vay, mən uduzum. Amma bayaqları mən udmuşdum, neyniyim? Birinci de ama yana o başta kalsın arkada kalsın. O getdi. Xeyr ola ki, O getdi de. Gedib eləmədi. Getdi. gedib eləmədi. Qış. Dağıdar ama. Qələt eləyirsən, evin tosunu. Dağıdar. Qələt eləyirsən. Ağıllı öldürərəm səni. Atır ya. Sən Dilan Polat kimi pijama ilə markete gedən insansan, he? Bunu atmıyorum. Qız, sən pijama ilə markete getmişdin, nə xəbərin var? Annemden düşür abi. Çabuk söyləmə, dağlar evim, mama yazıqdır. Yuxum gəlir. Mama kapçı beliyim dedi. Kapı nerede? Uşaqlar, gəlin sizə bir-iki sual verim, siz də yorumlara yazın, cavablayın. Bizi hansı videomuzdan sonra... Hə, elə. Hə, malades. Ay Allah. Bizi hansı videomuzdan sonra izləməyə başlamısınız? Yazın yorumlara, oxuyaq görək hansı videomuzla bizi tanımısınız. Ən sevdiyimiz videomuz hansınıdır? Hansını bəyənirsiniz ən çox? Hem de ben aklıma bir şey geldi. Hə, nə gəldi? Diyeyim. Arkadaşlar onu bilsin. Ben diyeyim. De. Yorumlara yazsınlar böyle tık. De. Arkadaşlar en birinci videomuz hansıydı? Onu tapıb baxıb biləcəklər də. Bakmasınlar. Olmaz ha bakma sizi. Şap. Eləmə. Arxadakılara baxın. Hala, oy. Vay, qaçdı girdi. Vay dedi. Nerede diyor? Ay, yuxum gəlir. Dayı.
Evet arkadaşlar. Gördüğü vaxt keçmir. Dedik gələk dolabımızı düzenleyeyim. Bura Sevra'ya aittir, tamam. Məktəb əşyaları, saç aksesuarları falan. Burada yəni burada adyalar olur, burada qətvələrimiz olur. Orada mənim makyaj əşyalarımdır, mənə lazım olanlardır. Hə, əl kremi almışam özümə yeni. Nəysə. Dedi ki, bura mənimdir, yəni bura dəymirik. Qoy ora Raf. Buranı toparlayaq. Arkadaşlar, bu tərəfə geç, orada ata yatıb. Hə. Hə, qəşəngsən. İndi buranı tökürük, qəşəng təmizləyirik. Zəliqə salırıq. Tripota telefonu qoyum, gəlin. Evet, telefonumuzu yerləşdirdiyimizə görə başlıyoruz. Gel mama. Çəkil, dur, bu tərəfə geç. Evet, bunları önce tökürük. Görək burada da. Ay, Rəqib, sən niyə yatmısan, Hə? Yoksa Ay, Rəqib. mama ata da oyunda da. Rəqib. Ay, Rəqib. Ha, Yatmısan? yatıram. Ben niye cevap vermişsən? Aa. Sen niye yatmısan ki valla? Defter, kitaplar ne kadardı? Bu kadar şey olur. Evet. Töktük. Hadi eyleme. Çok merak ettim. Bunu görmemişim, ne güzeldi. Eleme, Raf eleme. Diyen göre bunu yerleştireyim. Nasıl yerleştireyim ki? Diyen göre bunu ben necə yerleştireyim? Ben tutum. Yok gözde. Axır bunu yerleştirmek lazım da. Neyse. Böyle koyak. Geçen iki. Burada neler var? Geçen Defterler. iki. Bak, kursa gitmiştim ki. Ha, orada yaxşı yazdılar. Sonra burada da var bir sürü şeyler. Arkadaşlar. Eleme, Raf tökme. Burada da var defterler. Deməli bunları dedik ayıraq, səliqəyə salaq. Nə qədər dəftəri var. Fileylər, bunlar məktəbində. Bu bitir deyəsən. Açılıb, bunu kim açıb? Ben yok. Çox açılmıyor, neysə, bunlar qırağa qalsın. Bunun içində nə var? Bunu niyə saxlamırsan? Ben saklamamışım, sen saklamışsın. Üstüme niye atıyorsun? Mən saxlamışam, mən niyə saxlamışam ki? Valla. Hə, Mama bak, göbeğimde yoktu. hə, neysə. Başlayaq bunları düzənləyək. Hamısını etelim. Başlayırıq, görək. Arkadaşlar, Mən bunları öncə səliqəyə yığmışdım. kaldı. Hə, onu yazmayıb. İndi ayılıb, yazmayıb. Bu nədir? Hə, bu başqa bir şeydir. Aha, onlar dəftərlərdir. Dəftərləri öncə dedim ayıraq. Qarışdırma. Bakın da, bakın da. Öncə dəftərlərimizi ayıraq. Bakın. Səliqəyə salaq. Burada da yazılıb. Yəni bütün bu bəziləri bir-iki vərəq yazılıb da qalıb. Bunlar keçən ilin dəftərləridir. Bakın. 5 almışım. 5 alıb. Burax balam. Bu qədər dəftəri var. 2 dənə dəftəri var. Yəni bayağı var. Burada da var. Bunların bəziləri tez. Amma məktəb ücret 4-5 aydır başlayıb. Bir dənə dəftərlə davam eləyir. 2 dənə Azərbaycan dilindən, 2 dənə riyaziyyatdan Bakın. devam eləyir. Almışım. Krami yapışdırıb. Müəllimimiz. Bunlar nədir? Bu rəngli kağızdır. Raf keç balam. Lazım. Bunlar oxuması üçündür. Ne yazılır? İster. Bunları elətdirəcəm tətil boyu. Bunları niyə qoymuşuq bura? İndi bunları tətil boyu elətdirəcəm və öyrədəcəm. Hə. Bunlar burada qalsın. Keçənin Sonra bu nədir? Boş kağızdır. Bakın. Bunlar testlərdir. Hə. Bak bir de Hə. verdi. Hə, ver. Aç, elə bir. Tıx xanım boyu. Ver bunları mənə, daha hamısını eləmə. Bunlar işlədikləri testlərdir Sevranın. Bak. Bacım onu yazmıyor. Aha, bir dakika. Bu işlədiklərini səliqəli qoyaq. Bu sənədlərdir. Bu əl işi düzəltmək üçündür. Siz bilirmisiniz? Oktyabrdan inşallah Rauf da məktəbə gedir, hazırlığa gedəcək. Hə, sonra mən Raufla çəkəcəm zülüm. Aferin uyumam. Bunlar atılacaq. Bu qalsın. Bu dəftər bindi. Bunlar atılacaq. Sonra nədir? Bu nədir? Dəftər üzüdür, qalsın. Bunlar da PDF-lərdir. Bakın. Qəşəng oxuyub. Aha, bunlar testləri deməli, bunları ayrı qoyaq. Qalsın. İngilis dilini anlamış. Ben çok da sevmirəm ingilis dilini. Mama Niyə? yalandan dedim ki bəli.
Ha, sevmirsən? Niyə? Sevməyəm. Çünki özümə əsəbləşirəmsə, çaşıram. Dili dönmür. Sevranın ingilisində dili dönmür dostlar. Bu nədir? Köhnə şey. Onda bunu ataq geçsin də. Bunu neyinirik? Atma. Neyinirəm? Zibil saxlayıram. Bunu da atırıq. O qalır. Bunlar qalır. Rəyli kağızı. Baxın, göstərmişim. Baxın, bunu göstərmişik. Şuraya. Hə. Sonra bu iş dəftəridir. Baxın buna. Riyaziyyat iş dəftəridir. Bunun üzü niyə yoxdur ki? Sən qoymamışsan. Mən iş dəftərləri üst taxmamışam. Mama. Ha, ikinci hissədə ona görə deyirəm axı taxmışdım. Mama. Hə. Burada qış var. Hə, orada qız var. Bu plastirin üçün bunu almışam, hələ işləməyiblər. Başqa Yerdə qalır. İstəmişdi ama. Hə, bir dəfə işləyiblər, onda da biz rayonda olmuşuq. Bu nədir qız o? O necə reaksiya idi? Mən onu necə oxumuşam? Hə, oxumusan. Sən onların hamısını oxuyursan da reaksiya şey də almısan. Bunlar da testlərdir hamısı. Anlayacağınız bura Sevranın yeridir. Nədir adı onun buqasının? Məktəb üçün də yalnız 3000 misal. 3000 misal. Sonra yenə Əsl. fail çıxdı, yenə fail çıxdı. Lazım olanda fail tapa bilmirəm. Üstün xətt. Üstün xətt yox, üstün xətt dəftər. Ayra, sən nə edirsən burada? Köpək. Bu da PDF-dir. Bu qədər PDF-lər var. Bu yazılıb. Musiqi. Hə. Müəlliməm. Texnologiya. Azərbaycan dili ikinci hissə. Görürsən, nə vaxt keçir? Nə qədər üstün xətin var imiş o sənin. Biri məktəbində, biri başqa. Hə, bu evin lazım olan sənədidir. Bu riyaziyyat. Bu nədir? Dərslik ikinci hissəsi. Sonra burada nə var? Mən göstərə bilərəm. Burada Baxın, dostum mənə hədiyyə eləyir. kim verir bunu? Ayla. Ayloş, baxırsansa çox sağ ol. Buradan sonra Heca. hecadır. Bax, burada yaz ara var. Bunda nələr var belə? Nə qədər şey var içində? Bunlar nədir? Bir dəqiqə görüm bunlar nədir? Bunlar nəsə istifadə eləmişəm. Sonra atmamışam ki, mənə nəyəsə lazım olar. Ki, yəni hər dəfə əl işləri falan, Ürəyim sıxıldı. əl işləri falan çox hazırlayıram. Lazım olur çıxılı kağızlar. Atmamışam ki, lazım olar yenə mənə. Bu nədir? Bu da bu atla. Eləməsə boşdur yanım. Necə Buna eləmişəm? baxın. Bu da belə. Bu bura geçsin. Hə, bunu göstərir. Şıqla necə eləmişəm? Amma yadımdan çıxdı. Eləyib sonra bu da. Nə qədər PDF-ləri var baxın. Ayda çəkmişdi bunu, hə? Aydıcqa. Mən. Hə? Aferin sizə. Sonra. Bunda ya baba. Alay labubu, ala doymur. Evdə 4 dənə labubu var. Ay, elə bilirdim mən dəftər üzü yoxdur evdə. Çox çıxartdırmışam kimi. Var, nə yaxşı. Bunu gördüyüm əla oldu. Mən bilmirdim. Hamısından çıxartdırmışam, əla. Amma bu qədərdir. Amma çıxartdırmışam da. Bunlar nədir deyə soruşsanız, Sevragilin xüsusi dəftər üzləri var. Yəni Azərbaycan dilinə ayrı, riyaziyyata ayrı. Bütün sinifdə eyni dəftərdir. Ona görə budur. Bu arada dəhşətli dərəcədə yuxum gəlir. Yəni dəhşətli dərəcədə. Amma Oje bu sən çökmüşəm. dedi sana oje. Bilirəm. Bu da elə məktəbin lazım olanlarıdır. Neyse, ay ürəyim sıxıldı. Bir dəqiqə bunları yığım kağızları. Arkadaşlar, Rauf o qədər beni əsəbləşdirdi ki, oturmuşam bayaqdan ağlayıram. Tripodumu sındırdı. Yəni axır qışqırdım, getdi yatdı. Neyse. Nasrinim keyfim falan qalmadı. Buraları boş bunu təmizlədik Sevoşla. Buralar qaldı da. Artıq saat 5 deyir. Rauf getdi yatdı, əsəbləşdi. Buna qışqırdım, getdi girdi atasının qucağına yatdı. Belə biz də Sevoşla qalmışıq. Ağladım, çıxdı hamısı. Raqib bayaqdan deyir ki, sən dəlisən, uşaqdır, nə bilim, uşaq deyil də, yəni son nöqtə oldu da. Yəni bugün məni o qədər incitmişdi ki, tripodumu da sındırmağı, afşe bardağı taşıran son damla oldu. Harası sındı, hanı? Yapışdırdın? Raqib yapışdırdın? Yox. Ha, bağlayıb buradan. Bir dəqiqə göstərim necəsə. Raqib deyir, sabah düzəldəcəm.
Bunu da sındırmağı son nöqtə oldu. Yəni bardağı daşıran son nöqtə oldu. Burada bilmirəm, ürəyim gəlmir də. Yəni körpədilər də ikisi də. Amma ki, necə deyir, əsəb boğdu məni, nəysə. Gedək neyniyək? İşıqlarımızı söndürək. 5-ə işləyir artıq. Məncə sabahladıq. Yox, axır gözlərimizdən. Səvaşı buyun saçın stiklə da bununla. Baxın. Bununla eləmişdim ki, yapışsın. Açmadı. Baxın, belə açdır, belə vurdu. Da vurma da. Hə. Yapışdırmışdıq, qəşəng görünsün. Tezdə. Hə, aha, belə. O vloqda sizə birinci bu sabahlama vloquna baxacaqsınız. Sonra da məktəbdən çəkilənləri qısa da olsa səsləndirib sizə paylaşacağım ki, tədbirimizin necə keçdiyinə baxasınız. Gedək, işıqlar bu qədər zibilimiz çıxdı bu arada. Bunlar atılasıdır. Eləmə, nə inirsən? Eləmə. Ya bunları yığaq, bunu ataq. Uzan raf oldu. Raqib də hələ oyaqdı. Biz yatmamışıq deyə o da yatmayıb. Bizim istədiyimizi alacaq. Lazım deyil, o elə oynamasa yaxşıdır. Bir müddət Rafından danışmağı düşünmürəm. Çünki məni boğaza yığıb, həqiqətən. Onu atma. Yəni, tamam boğaza yığıb ha. Neyse, gəl köməklə bunları yığaq. Bıçağı atmadı, qaz. Sevə, zibil yığan kimi hər şey, onu atma, bunu atma, onu atma, bunu atma. Bazı zibillər atılır. Onlar da toparlamaq lazımdır. Onları sabahları eləyərik. Bunda məktəbə aid şeylər var. Ruçkalar, qələmlər, karandaşlar. Bunda da aksesuarlar var. O da penaldır. Penalın arxasında da mənim makyaj çantamdır. Daha harasa gedəndə götürdüyüm. Belə. Bunları yığaq. Səsləndirmə eləyəcəyim. Yox, da özümüz danışa çəkmişdik. Niyə səsləndirməydik? O birisində. Hə, o birisində birisi paylaşacaqdı onun işini. Sabah ya birisi. Çünki bu aralar YouTube'da çox aktiv deyilik. Çünki uşaqlar həqiqətən çatdıra bilmirəm. Yəni uşaqlar, Sevranın məktəbi, evin işi falan. Buna baxın, stik saçını nə hal qoyub uşağım. Sabah sənin üçün istəyirəm. Belə evin işi çatdıra bilmirəm. Özüm çimərəm. Yaxşı çimərsən. Bağlayaq bir də buranı. Aha, belə. Gedək işıqlarımızı söndürək. Bunu da qoyaq. Dur da. Gedək işıqlar. Boş, can. Əzildin. Yatmadın, halaldır sənə. Hadi gidelim. İkimiz də qazandıq, amma bir daha Rafutuz. Hə, gəl. Dur, gəl. Hadi gidelim. Gedək, işığımızı söndür. Çox gözəl. Böyle. Hava ilə qaranlıqdır, çünki hava 8 olmasa belə 8 olsa belə açıl. Böyle. Ah, söndürdüm. Saata baxaq. Saat 15. Saat 5 işləyir. Gördünüz mü? 5 işləyir 10 dəqiqə. Artıq məncə 1 saatdan sonra hava açılır. Sabahlamış oluruq. Belə, məncə dolu bir video oldu. Aa, qız hava saat 7-8 işləmiş açılır. Yavaş açılır. Yox, hava saat 8 işləmiş açılır. Hələ qaranlıqdır. Belə, məncə sabahladıq. Kevin də orada oturub bayaqdan. Belə, nə deyirik? Işığı da söndürdü. Canım sağlaşır. Videomuzu beğen. Aa, gözlə. İşığı yandırım. Hə. Ay, gözlə. Öz iş. Buranı niyə söndürmüşük də yandıraq da. Belə. Cebra. Videomuzu beğen. Oraları yığışdırım, sonra gedim yatım. Videomuzu beğendiyse kanalımıza abone olun. Like edin. Duyan, normal. Videomuzu bəyəndisə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Hansı videolar gözləyirsiniz, onları da yazın. Hələlik, bayramınız mübarək. Sabahları yeni ildir, uşaqlar necə hazırlaşırsınız? Kapat ekranı. Hələlik. Bu arada kimin qazandığını soruşsanız, tabii ki Sevroşum mən qazandım. Rauf Sava bütün günü bizim dediyimizi eləmək məcburiyyətindədir. Hadi gittik.